Dövlət İdarəçiliyi Akademiyası Özbəkistanın bir qrup dövlət qulluqçusu üçün təlim təcrübə proqramına başlayıb. Təlimin açılış mərasimində bildirilib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Azərbaycanın dövlət idarəçiliyində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur. Dövlət qulluqçuları üçün həyata keçirilən bu cür təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir. İyunun 7-sinədək davam edəcək təlim proqramı çərçivəsində dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi mövzularda mühazirə və təqdimatlar olacaq. Azərbaycanın dövlət qurumlarına səfərlər nəzərdə tutulub. Azərbaycanda sinergetik texnologiyalar istifadə olunur. Özbəkistan bizim strateji partnyorimizdir, ən yaxın bizə olan bir ölkədir. Onların ixtisasçılarını qəbul edirik və bu texnologiyaları onlarla bölüşəcək. İndi Qazaxıstandan bir qrup ayın 15-dən sonra gələcək. Çin Xalq Respublikası ilə bu barədə müqavilə bağlanır. Azərbaycan и Uzbekistan переживают сейчас besprecedentный, наивысший. Azərbaycanla Özbəkistan bugün bütün sahələrdə görünməmiş inkişaf mərhələsindədir. Dövlət qulluqçularının qarşısında yeni çağırış var. Müasir texnologiyalar və iqtisadi rəqəmsallaşma. Azərbaycan son illər bu sahədə təcrübəsini genişləndirir. Qardaş ölkələr bir-birinin təcrübəsindən yararlanmalıdır. Bu həm də əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu səbəbdən Özbəkistan Azərbaycanın yeni texnologiyalarla bağlı təcrübəsindən yararlanmaq istəyir.